Biz talışların Azərbaycan mətbəxinə qatdığı ən möhtəşəm yeməklərdən biri sözsüz ki, ləvəngidir və bunu necə hazırlayırıq? Əvvəlcə alça turşusu, duz və istiot, üzərinə biraz da su qatıb, yaxşıca qarışdırıb, toyuğumuzun içi çölü hər yerinə yaxşıca sürtürük. Daha sonra isə hazırlamış olduğumuz ləvəngini içərisinə yerləşdirib, toyuğumuzun qarnını tikib, bir qazana yerləşdirib, üzərinə bolca su, zövqə uyğun duz, istiot əlavə edib, 1 saat, saat yarım qaynadırıq, hər iki üzünü dəyişmək şərti ilə. Mütləq yaxşıca qaynadılmalıdır, yoxsa qızaran zaman içərisində bu diblərində falan qanlar qala bilir. Qaynatdıqdan sonra isə mən çox özümü ağıllı aparıb, onu qrildə bişirmək istədim, amma təəssüf ki, o formada alınmır. Siz daha qəşəng bişməyini istəyirsinizsə, altdan listi qoyub, daha sonra isə toyuğu setkanın üzərinə qoyaraq 220-240 dərəcə arası temperaturda üstü və altı qızarana qədər qəşəngcə qızardırıq. Beləcə ləvəngimiz hazırdır, nuş edə bilərik. Hazırlayan hər kəsə indidən nuş olsun.